rejimi ilə Azərbaycandakı Əliyevlər rejimi arasında çox böyük oxşarlıqlar var. Deməli, əvvəlcə orada Hafiz Əsəd, Ata Əsəd hakimiyyətə gəlir. 30 il hakimiyyətdə olandan sonra oğluna vərəsəliklə hakimiyyəti ötürür. Tam bir ailə hakimiyyəti qururlar. Eyni hadisə Azərbaycanda baş verir. Ata Əliyev hakimiyyətə gəlir. Sonra vərəsəliklə hakimiyyəti oğluna ötürür. Hər ikisinin ailəsinin hakimiyyətə və iqtisadiyyata müstəsna böyük təsiri olur. Hər ikisi öz ölkəsində təkcə siyasətə yox, həm də iqtisadiyyata nəzarət edir. Hər iki ölkədəki rejimlər olduqca korrupsioner olur. Məsələn, təsəvvür edin ki, indi beynəlxalq jurnalistlər araşdırma aparırlar. Demək olar ki, eyni yerlərdən həm Suriya hakimiyyətinə, həm Azərbaycan hakimiyyətinə aid olan ofşor hesablar tapılır, qapalı hesablar tapılır, əmlaklar tapılır. Korrupsiya baxımından da oxşar idilər. Repressiya baxımından da oxşardılar. Əlbəttə ki, Suriyada xüsusilə də vətəndaş müharibəsindən sonra miqyas çox böyük oldu və bu baxımdan Azərbaycan şükürlər olsun ki, o həddə gəlib çatmayıb hələ, amma eyni prosesdir. Yəni Azərbaycanda baş verənlər, misal üçün Tərtərdə bizim hərbçilərə qarşı edilənləri, bu gün Azərbaycan mətbuatına, müxalifətçilərinə, vətəndaş cəmiyyətinə edilənləri vurun ona, 100-ə olacaq Suriya. Yəni mahiyyət etibarilə eyni hadisələrdir, sadəcə miqyas orada böyükdür və miqyasın orada böyük olmasının müəyyən bir obyektiv səbəbi də var. Çünki o tərəfdə Əsədin əleyhdarlarının əlində silah vardı. İndi təsəvvür eləmək belə çətindir, heç mən təsəvvür eləmək istəmirəm ki, Azərbaycanda silahlı müxalifət olsaydı, Azərbaycan hökuməti hansı miqyaslı repressiyalar eləyərdi, hansı miqyaslı işgəncələr eləyə bilərdi. Əgər silahsız insanların Azərbaycanda işgəncə altında öldürülməsi faktları varsa, bu indi onun üzərində belə fakt var, amma təsəvvür edin, indi bu adamlar üstəlik də silahlı olsaydılar, Əsəd ailəsində kimlərisə öldürmüşdülər o adamlar, generalları, nazirləri öldürmüşdülər. Azərbaycanda belə şeyləri heç düşünmək də lazım deyil və düşünsən görərsən ki, fərq çox böyük olmaz. Ona görə də Azərbaycan hakimiyyəti Suriyadakı bənzəri olan rejimin çöküşündən çox narahatdır. Ən vacibi isə ona görə narahatdır ki, Azərbaycan hakimiyyətinin bütün argumentləri puç oldu Suriyada. Azərbaycan hakimiyyətini müdafiə edənlər nə deyirdilər? Məsələn, Azərbaycan hökumətinin trolları sosial şəbəkələrdə müstəqil media ilə, müxalifətlə, o debatlarında nə deyirlər İlham Əliyevi müdafiə etməkdən ötürü? Deyirlər ki, İlham Əliyevi xalq müdafiə edir. Sübutu nədir? 87% axırıncı seçkilərdə güya səs alıb. Əsəd 95% almışdı. Niyə bir 100 nəfər adam çıxıb Əsədin getməsinə etiraz eləmədi? Yeni Azərbaycan Partiyasının 800 neçə min üzvü var. Artıq indi onun sayı da heç bir önəm daşımır. İldən ilə 100 min, 100 min artıra gedirlər. Yəqin bugün sabah elan eləyərlər ki, artıq 1 milyon olmuşuq. Bəs oradakı iqtidar partiyası da hətta Əsəd ailəsindən qabaq 61 il idi iqtidardaydı və Azərbaycanda olduğu kimi iş görmək üçün də, vəzifədə irəli getmək üçün də mütləq bəsin üzvü olmaq lazım idi. Nə oldu? Əsəd qovulan kimi yığışdılar, elan elədilər ki, biz partiyanı buraxdıq. Bir 10 nəfər əqidəli bəhsçi tapılmadı ki, desin ki, yox, biz indi partiyanı davam elətdirəcəyik, müxalifətə keçirik, misal üçün. Görürsünüz, yapılan nə qədər oxşarlıqları var. Bu baxımdan da hökumət tamamilə, belə deyək, argumentsiz qaldı. O cümlədən, Azərbaycan hökuməti daha çox nəyə arxalanır? Məsələn, İlham Əliyev əminəm ki, ətrafındakı adamlara bununla əminlik yaradır, ürək-dirək verir ki, burada nə baş verir versin, bizim qətiyyətli şəkildə biz hər cür etirazları əzəcəyik. Biz burada Şevarnadze kimi, Sarkisyan kimi, Kuçma kimi yumuşaqlıq göstərməyəcəyik və istənilən hərəkətin qarşısını qətiyyətlə alacağıq. Əsəddən daha qətiyyətli olmaq mümkün deyildi ki. 500 min insanın qanına əli batmışdı. 157 min insan həbs elətdirmişdi. 157 min həbs olunan insanın 30 minə qədəri həbsxanalarda müxtəlif şəraitlərdə çoxsu işgəncə ilə qalan da digər vasitələrlə həyatdan köçmüşdü, öldürülmüşdü. Amma nə oldu? Yenə də onların qarşısına bir qüvvə yarananda, bir qüvvə çıxanda heç kim müdafiə eləmədi, daxildən aşındı. Azərbaycan hökuməti nə deyir öz tərəfdarlarına? Deyir ki, Putin bizi satmaz. Putin Əsədi niyə satdı bəs? Müdafiə edə bildi. Putin o Putin deyil artıq. Hər kəs gördü ki, Putin əgər bacarsaydı, 2 strateji hərbi bazasının olduğu Suriyadakı Əsəd rejimini qoruyardı. Niyə qorumasın ki? Bilirsiniz, Suriyanı itirmək Rusiya üçün nə boyda böyük itkidir?
bütün Aralıq dənizi və yaxın şərq regionuna məhz Suriyadakı hərbi bazalar vasitəsilə demək olar ki, təsir göstərirdi. Deməli, artıq Rusiya o Rusiya deyil. Bunu İlham Əliyevin tərəfdarları, yapçılar da başa düşürlər, hökumətin tərəfdarları da başa düşürlər. Bunların hamısı hökuməti tərkislah edir. Ona görə də Suriyanın Azərbaycandan neçə kilometrlik məsafədə olmağı önəmli deyil. Önəmli olan eyni argumentlərlə, eyni üsullarla idarə edən rejimlərin birinin rüsvayçı məğlubiyyətə uğramasıdır və bu digər rejimlər üçün, o cümlədən Azərbaycandakı rejim üçün də ciddi bir xəbərdarlıqdır.